Hər kəs salam Kripto Azərbaycan izləyiciləri bu gün Binance vasitəsilə necə kriptovalyutaları P2P olmadan həm satın ala bilərsiniz, həm də ki əlinizdə deyək ki kriptovalyuta var, onu necə nağd edib kartınıza və yaxud emonunuza göndərə bilərsiniz. Bu videoda A-dan Z-yə bunları izah edəcəm. İlk öncə dostlarım bunu deyim ki, videonu bəyənərək kanalımıza dəstək olmağı unutmayın. İndi isə buradan Binance proqramını açırıq. Gördüyünüz kimi. Bu bizim hesabımızdır. Hər zaman kimi içi boşdur. Təbii ki dostlarım, bir çoxunuz Binance-ı istifadə etdiyinizə görə, ona görə bu videonu Binance-da çəkəcəm. Həm də ki bu özəllik sadəcə və sadəcə Binance-dadır. Bunu da deyim biləsiniz. Buradan sadəcə necə deyim sizlərə, loqoları burada baxın görürsünüz. Telefonla bu arada edirəm. Yəni loqoları izləyin. O işarələr sizi, bu ekranda gördüyünüz işarələr sizi düzgün yola gətirib çıxardacaq. Yəni hər şeyi videoya baxaraqdan özünüz də edə biləcəksiniz. Gördüyünüz kimi uşaqlar, buradan ən birinci etdiyimiz nədir? Ən yuxarıda 3 nöqtə var. Yəni 3 xətt var. Onun üzərinə vururuq və buradan daha çox var. Burada gördüyünüz kimi artıq P2P-yə ehtiyacımız yoxdur. Bundan öncə P2P ilə təəssüf ki alsatlar edərkən bankdan zəng gəlirdi ki, balansınıza oğurluq, pul yüklənib, o olub, bu olub və s. İndi isə artıq bunların heç birinə ehtiyac qalmadan gəlin necə kriptovalyutanı həm ala bilərik manatla, həm də ki sata bilərik, bunun haqqında öyrənəyin. Buradan baxın, fiat depoziti var. Yəni logoda bax gördüyünüz kimi budur. Bax bunun üzərinə vurursan hər şey çox sadə və asandır. Buradan mən indi emonu seçmişəm. Siz istəsəz kartla da bunu edə bilərsiniz. ABB bankla, Kapital bankla, indi hansı kartı istifadə edirsənsə Unibankla və alacağımız nədir? Manat. Başa düşdünüz? Manat seçildi, emon seçildi və buradan irəli deyirik. İrəli dedikdə uşaqlar minimum 28 manat ala biləcəyimizi göstərir. Biz amma bu məbləği təbii ki dəyişməliyik. Bax buradan məbləği silək. 851 manat. Bunun da toplamda baxın nə qədər fi haqqısı 8 manat 51 qəpik tutacaq. Başa düşdünüz? İndi ödə sözünün üzərinə vururuq. Burada gördüyünüz kimi bizi yönləndirəcək emona. Buradan emonu aç deyirik. Emon açılsın bir dəqiqə, mənim barmaq izim olmalıdır. Və buradan bunu Binance təsdiqləyirik. Bir dəqiqə. Gördüyünüz kimi əməliyyat icradadır. Artıq yəni yuxarıdan da görürsünüz ki 851 manat çıxıldı. Və təkrardan qaydağın Binance-a. Təkrardan qayıtdıq Binance-a. Burada aktivləri yoxla deyir. İndi isə buradayıq dostlarım. Yəni spotdayıq. Toplamda 842 manat var. Belə deyim sizlərə. Yəni 1000 dollara qarşı ödəyəcəyiniz maksimal komissiya 9 dollar civarındadır. Yəni 15 manat 70 qəpik falan bu şəkildə. Yəni çünki 500 dollar az öncə satın aldıq. 500 dollara qarşı nə qədər? 5 dollarlıq bir komissiya tutdu. Həmçinin 1000 dollara qarşı 10 dollar komissiya tutur və ya 10.000 dollara qarşı 50 dollar komissiya tutur. Başa düşdünüz? 20.000 dollara qarşı da 100 dollar. İndi gəlin bu pulu necə USDT-yə çevirə bilərik, ona baxaq. Artıq gördüyünüz kimi 842 manat, yəni ki hal-hazırdakı dəyəri isə 495 dollar bizim əlimizdədir. İndi buradan gəlirik əsas səhifəyə. Buradan baxın, bunu açırıq. Burada yenə də bax bu işarəyə diqqət edin uşaqlar. Kriptovalyuta al. Bax işarəsi də budur. Bax bunun üzərinə vurursunuz. Vurduq deyək. Və əlimizdə nə qədər? 842 manat 49 qəpik pul var. Bunu silirik. 842 manat 49 qəpik. Və bunu qeyd etdik. Burada da faiz tutdu. Hardasa bir 6 dollarda burada təəssüflər olsun ki faiz tutdu. Buradan da sifarişi tamamlayırıq.
Bax bu dostlarım, bu şəkildə də indi baxın, görün, əgər sizə sərf edirsə bunu edin. Yox, sərf etmirsə əlbəttə ki etməyin. Kripto tacirdən də bu arada ala bilərsiniz. Gördüyünüz kimi 489 manat olmalıydı. Buradan da 1 dollar nə qədər yetdi? 1 dollar 40 sent falan. Yəni ümumilikdə 500 dollar yatırım etməyimiz bizə nə qədər kəsintini deyirəm sizə. Təqribən 11 dollar 40-30 sent falan ümumilikdə ziyan etdik. Başa düşdünüz. Və aktivləri yoxla deyirik. Gördüyünüz kimi artıq 488 dollarımız balansımızdadır. Gəlin indi isə kriptovalyutanı necə nağdlaşdırmaq olar ona baxaq. Buradan bunu ilk öncə yönəldirik spota. Earn bölməsində olacaq. Earn bölməsindən yönəldək bunu. Spota gəlirik, spota. Burada transfer et bölümü var uşaqlar. Transferin üzərinə vururuq və qazanc sərbəst aktivlər yazılan indi sizdə bu yuxarıda baxın, buradan bu şəkildə işarəni görəcəksiniz. Buradakı pulu spot pul küçəsinə çəkirik. Buradan maksimum deyək, transferi təsdiq et deyək və ok dedik, vüsü. Artıq 488 dollar bizim balansımızdadır. Gəlin, indi isə pulu necə nağdlaşdırmaq olur ona baxaq. İndi təkrardan 3 nöqtənin üzərinə vururuq. Deyək ki, USDT-ni nağdlaşdırmaq istəyirik. Buradan daha çoxunu seçirik. Məsəl üçün, burada baxın uşaqlar, kriptovalyuta al sözü var. Yəni, bax, işarə budur. Bunun üzərinə vurursunuz. Buradan satışı seçirsiniz bu səfər. Satış dedik. Əlimizdə USDT var da, düzdürmü? USDT dedik, nə qədər, yəni mən bunu örnək olsun deyə göstərirəm. 10 dolların sataq. 10 USDT. 10 USDT-yə 16 manat 78 qəpik verir. Sifarişi tamamla deyirik. Gördüyünüz kimi confirm dedik. İndi isə tamamlansın. İndi təkrardan ana səhifəyə qaydaq. İndi dostlarım, buradan aktivlər bölümünə təkrardan daxil oluruq. Spotda görəcəyik ki 16 manat 78 qəpiyimiz var, düzdürmü? Bunu indi real M10-a falan, yəni pula çevirəcəyik də buradakı. Təkrardan bax, fiyat depoziti. Bunun üzərinə vururuq. Nağdlaşdır metodu var. Nağdlaşdır metodunun üzərinə vururuq. M10-u seçirik. İrəli vururuq. Burada M10 nömrəmizi qeyd edirik. M10 nömrəmizi də yazdıqdan sonra təsdiq et deyirik. Yəni bu şəkildə də nağdlaşdırırıq. Nə qədər? 16 manat 78 qəpik. Gördüyünüz kimi. 25 qəpik də baxın burada fi haqqı tutur. Həm alanda, həm satanda. Təsdiq et deyirik. Burada indi doğrulama gələcək. İndi mən bunu 2 fayla doğrulayım. Belə 2 fanı da qeyd etdik. Nağdlaşdırma sifarişi gördüyünüz kimi artıq balansımıza 16 manat 53 qəpik mədaxil olundu. Yəni bu da ki uşaqlar bu şəkildə idi. Yəni indi bilmirəm, sərf edərsə bu şəkildə edərsiniz, sərf etməzsə təbii ki etməzsiniz. Yəni ümumilikdə baxanda nə qədər bir 500 dollara qarşı 20 manat civarında pul itirdik. Yəni bura pul depozit edərkən, yəni bu işlər bu şəkildə olur. Belə, yəni istəsəz kripto tacirdən də USDT ala bilərsiniz dostlarım. Onun da Telegram hesabını qoyacağım aşağıya. Yəni Telegramda birbaşa ona yazıb ondan da USDT ala bilərsiniz və ya göstərdiyim bu metodla da USDT-ni baxın bu şəkildə P2P olmadan satın ala bilərsiniz və ya nağdlaşdıra bilərsiniz. Videomuz bu qədər idi. Sağ olun, hələlik.